Bugünkü mövzumuz energetik mübadilədir. Bildiyimiz kimi, bütün canlılar həyati proseslərini yerinə yetirə bilməkdən ötürü enerjiyə ehtiyacları var. Yəni bu tənəffüs olsun, böyümə, inkişaf, qıcıqlanma, bütün proseslərdə enerjiyə ehtiyac var. Və bunun üçün də həmin canlılar enerji yarada bilməkdən ötürü mütləq ki, qidalanmalıdırlar. Hüceyrələrin, orqanizmin hüceyrələrinin istədiyi, yəni istifadə edə biləcəyi enerjinin adına ATF enerjisi deyilir. Yəni adenozin trifosfat adlanır bu enerjimiz. Məhz bu enerji necə yaranır, harda yaranır, bu dərsimizdə bir öyrənəcək biz. Dedik ki, canlılar qidalanmalıdır ki, hüceyrələr enerji yarada bilsinlər. Qidalama tiplərinə görə biz canlıları ayıranda avtotrof, heterotrof ayırırdıq. Hətta miksotrof qidalanan canlılarımız da var idi. Və əvvəlki dərsimizdə, fotosintez dərsində biz dedik ki, bitkilərin əksər nümayəndələri avtotrof qidalanır, heyvanlardan 2 fərdimizin adını çəkdik, avtotrof qidalanır, bakteriyalardan, amma göbələklərdə isə avtotrof qidalanma yoxdur. Burada mən 2 hüceyrəni çəkmişəm. Biri avtotrof qidalanan bitki hüceyrəsi, digəri isə heyvan hüceyrəsidir. Avtotrof qidalanan bitki hüceyrəsində bildiyimiz kimi qidanı hazırlaya bilən orqanoidimiz xloroplastımız var. Xloroplast fotosintez nəticəsində qlukoza və oksigen yaradır və qlukozanı mitoxondri, bu qırmızı rəngdə gördüyümüz mitoxondridir, mitoxondri ötürür. Mitoxondri isə onun əvəzində karbon qazı, suyu yenidən xloroplasta ötürmüş olur. Bu bir sxematik şəkildir. Bu şəklin test forması qarşımıza gəlir. İqlim testində, güvən testində qarşımıza gəlir. Yəni bir tərəfdə xloroplastı verir, bir tərəfdə isə mitoxondrini çəkir. Və onlar arasında hansı maddələrin mübadiləsi getdiyini göstərir. Yəni bu bitkilərdə bir qədər hüceyrə daxilində, yəni qlukozanı hazırlayıb mitoxondriyə verir, mitoxondri isə qlukozanı, karbon qazı suya parçalayır və xloroplastı ötürür. Burada mitoxondri qlukozanı parçalayanda məhz burada ATF enerjisi yaranmış olur. Heyvan hüceyrələrində isə xloroplast olmadığına görə, yəni əksəriyyət heyvan hüceyrələrində onlar məcburdular ki, qidanı xaricdən qidalanma yolu ilə əldə eləsinlər. Və həzm sistemi olan canlılarda energetik mübadilə, yəni bugün biz həzm sistemi olan canlılardan danışanda orada qeyd edək ki, energetik mübadilə heterotrof orqanizmlərdə 3 mərhələdə baş verir. Birincisi hazırlıq mərhələsi. Mən burada indi qeyd etdiyim həzm sistemində gedən hazırlıq mərhələsidir. Əlbəttə ki, yəni həzm sistemi olmayanlarda da bu hazırlıq mərhələsi gedir. Hazırlıq mərhələsi deməli qidanın qəbulu ilə başlayır. Qidanın qəbulu ilə başladı. Qidanın içərisində, bu çəkdiyim bağırsağımızdır. Bağırsağın içərisində qidanın tərkibindəki zülallar, karbohidratlar, yağlar, əlbəttə ki, xüsusi fermentlərin iştirakı ilə parçalanırlar. Zülallar amin turşulara, karbohidratlar sadə karbohidratlardan qlukozaya, yazaq qlukozaya, yağlar isə gliserin yağ turşularına parçalanırlar. Və bu parçalanmalar nəticəsində müəyyən enerji yaranır. Zülal 17-19 kilojol, karbohidrat 17-9 kilojol, 18-9 isə yağlar parçalananda enerji yaranır. Amma baxaq görək, bizim orqanizmimizin hər hansı bir hüceyrəsi həmin enerjini, burada yaranan bu enerji həmin hüceyrəyə gedib daxil ola bilirmi enerji şəklində? Xeyr. Çünki bu ayrılan enerji istilik şəklində bədəndən ayrılır və bəzən istiliyin tənzimlənməsində də iştirak edir. Bu parçalanmış həzm sistemində parçalanmış zülal, amin turşular, sadə karbohidrat, gliserin yağ turşuları, bunlar qana sorulur. Gliserin yağ turşuları isə limfaya sorularaq hüceyrələrimizə gətirilirlər. Və hüceyrəyə gətirilən həmin maddələrin sonraki parçalanması artıq energetik mübadilənin ikinci mərhələsində həyata keçirilir. Energetik mübadilənin ikinci mərhələsi oksigensiz mərhələdir və oksigensiz mərhələ qlikoliz adlanır, sitoplazmada gedir və buna natamam parçalanma da deyirlər. Burada oksigensiz mərhələnin ümumi tənliyini göstərmişəm, amma oksigensiz mərhələ necə baş verir? Hüceyrənin içərisinə gəlib çatdırılan, burada göstərdiyimiz deməli amin turşular, sadə karbohidratlar, gliserin yağ turşuları hamısı hüceyrənin içərisinə gətirib çatdırılandan sonra qlukoza, əsas enerji mənbəyimiz bizim qlukoza olasıdır. Glukoza, yəni hərəsi müvafiq özünə uyğun yerlərə gedir. Məsəl üçün, amin turşular yenidən orqanizmə xas olan zülalların sintezinə, gliserin yağ turşuların bir qismi depolanmağa, bir qismi orqanizmə xas yağların
yağların sintezinə, karbohidratlardan isə əsas qlukoza, hüceyrə üçün o bayaq dediyimiz ATF enerjisinin yaratmasına sərf olunur. Birinci mərhələdə qlukoza stoplazmada fermentlərin köməyi ilə, burada bir mürəkkəb fermentativ proses gedir. Fermentlərin köməyi ilə birinci mərhələdə parçalanır, 2 molekul piroizum turşusuna parçalanır. Sonra isə piroizum turşusundan süd turşusu yaranır. Deməli, qlukoza birdən-birə bu tənlikdə görüldüyü kimi birdən-birə süd turşusuna deyil, fermentativ yolla əvvəl piroizum turşusuna, sonra isə süd turşusuna parçalanmış olur. Bu piroizum turşusu, bu isə süd turşusudur. Aha, bu reaksiyaya baxanda sanki bizim beynimizdə canlanır ki, sanki qlukoza ADF ilə fosfat turşusu ilə birləşib bunlar yaradır. Əslində proses fermentativ proses olduğuna görə bu ümumi tənlikdir. Prosesə baxsaq, qlukoza parçalandı, 2 molekul süd turşusu yarandı. Bu zaman 200 kilojol enerji ayrılır. Deməli, burada göstərilən 200 kilojol enerji qlukozanın süd turşusuna parçalanmasından yaranır. Sonra bu 200 kilojol enerji hüceyrədə enerji kimi qala bilmir. Onun 80 kilojolu ayrılaraq gedib ATF-in sintezinə sərf olunur. 120 kilojolu isə hüceyrədən istilik şəklində ayrılır. Bax, burada gördüyümüz 80 kilojol enerji hüceyrənin içərisində olan 2 mol ADF-i özünə 2 mol fosfat turşusu birləşməsinə məcburiyyət yaradır. Yəni 80 kilojol enerjinin hesabına ADF özünə 2 molekul süd turşusu birləşdəndə, yəni 1 molekul ADF, 1 molekul fosfatı, 2 molekul ADF, 2 molekul fosfatı özünə birləşdirir və 2 molekul ATF yaratmış olur. Və nəticədə bizim qarşımıza oksigensiz glikoliz mərhələsinin tənliyi çıxmış olur, reaksiyası çıxmış olur ki, 1 molekul glukoza fermentativ yolla parçalanır 2 molekul piroizum turşusuna, o parçalanır 2 molekul süd turşusuna və parçalanma zamanı 200 kilojol enerji yaranır. 200 kilojol enerjinin 120'si istilik şəklində ayrılır. 80 kilojolu isə ADF-ə özünə fosfat turşusu birləşib 2 molekul ATF yaranmasına sərf olunur. Əlbəttə ki, burada süd turşusuna parçalananda suda ayrılmış olur. Bu oldu oksigensiz mərhələ, sitoplazmada gedir. Yəni bu mərhələ həm aerob canlılarda, həm də anaerob canlılarda gedir. Anaerob canlılarda baş vermiş, getmiş olur. Üçüncü mərhələmiz isə bizim oksigenli mərhələdir. Oksigenli mərhələ hidroliz mərhələsi adlanır. Mitoxondridə gedir və tam parçalanma adlanır. Deməli, oksigenli mərhələ tam parçalanmada adlanır. Harda gedir? Mitoxondridə. Mitoxondridə getməsindən ötürü müəyyən burada şərtlər var, kitabımızda verilibdir. Deyir ki, oksigenli mərhələni hüceyrə tənəffüsü də adlandırırlar. Hüceyrə tənəffüsü. Hüceyrə tənəffüsü də adlanır. Aha. Burada qeyd olunubdur ki, hüceyrə tənəffüsü zamanı deməli, nə lazımdır bizə? Zədələnməmiş mitoxondri membranı, su, membran fermentləri, molekul halda oksigen, elektron daşıyıcılar və oksidləşdiricilər mütləq şərtdir ki, 3-cü mərhələ davam edə bilsin. Sitoplazmada əmələ gələn süd turşusu, bax burada göstərilən süd turşusu mitoxondrinin içərisinə daxil olur və burada da indi mitoxondrini çəkməyə çalışaq. Bildiyimiz kimi mitoxondridə kloroplast kimi 2 membranlıdır. Xarici membranı hamar, daxili membranı isə qırışlı və həmin qırışlarda kristlər adlanır. Və mitoxondrinin daxilində matriks mayesi yerləşir. Süd turşusu, sitoplazmada olan süd turşusu mitoxondrinin içərisinə daxil olur və sonraki mərhələ mitoxondrinin matriksində gedir. Yəni, sitoplazmanın içərisinə daxil olmuş süd turşusunun necə reaksiya daxil olduğu, nəyə məruz qaldığını indi burada qeyd edəcəm. Deməli, süd turşusu 3 molekul suyun təsiri nəticəsində hidrolizə uğrayır və 3 molekula karbon qazı və hidrogen, 12 molekula hidrogen yaranmış olur. Məhz bizim tənəffüs prosesində verdiyimiz karbon qazı, bax bu karbon qazıdır. Yəni hüceyrə tənəffüsü buradan adını götürübdür ki, süd turşusunun suyun hidrolizi nəticəsində karbon qazı əmələ gəlir. Və hidrogenlər, özlərinin əmələ gələn hidrogenlər özlərinin, yəni bir dənə ilə göstərək burada,
elektronlarını verərək müsbət yüklənirlər. Və öz elektronlarını kimə verirlər? Öz elektronlarını hüceyrənin içərisinə xaricdən daxil olmuş oksigenə verirlər. Oksigen niyə lazımdır? Bu mərhələnin adı oksigenli mərhələdir və burada mütləq ki, oksigen iştirak eləyir. Birinci mərhələdə oksigen yox idi, ona görə oksigensiz mərhələ deyildi. Amma ikinci mərhələdə oksigen iştirak etdiyinə görə oksigenli mərhələ deyirik. Və hüceyrədən, xaricdən hüceyrənin içərisinə daxil olan, mitoxondrinin içərisinə daxil olan oksigenlər həmin bu hidrogenin verdiyi mənfi yüklü elektronları alaraq mənfi yüklənir və matriks mayesinin içərisində, yəni daxili membranın daxilində düzülmüş olurlar. Bu gördüyümüz daxili membrandır. Bu gördüyümüz daxili membrandır. Daxili membranın daxilində düzlənmiş olurlar. Daxili membran daxilində mənfi yüklü oksigenlər düzləndilər. Həmin oksigenlər, hidrogenlər isə öz mənfi yük elektronlarını oksigenə verərək daxili membranın xaricinə doğru çıxdılar və daxili membranın xaricində düzüldülər. Eynən fotosintez prosesində olduğu kimi müsbət yüklülərlə mənfi yüklü ionlar arasında potensiallar fərqi yarandı və həmin fərq 200 millivolta çatanda membranda olan ATF sintetaza kanal açdı və proton kanalı əlbəttə ki adlanır. Bu proton kanalı açdı və həmin hidrogenlər sürətlə hara doğru daxil olmağa başladılar? Matriks mayesinin içərisinə doğru hərəkət elədilər. Yadımıza salsaq, fotosintezdə hidrogenlər çölə çıxırdılar, yəni daxili membranın xaricinə. Burada isə hidrogenlər hara doğru hərəkət elədilər? Daxili membranın içərisinə, yəni matriks mayesinə doğru hərəkət elədilər. Və nəticədə onlar buradan hərəkətin nəticəsində müəyyən bir enerji sahəsi yaranır. Və həmin enerjinin hesabına hüceyrənin o mitoxondrinin içərisindəki var olan ADF həmin enerji, bax yaranan enerjimiz 2600 kilojoule enerjidir. 2600 kilojoule enerjinin hardan aldıq biz? Hidrogenlər sürətlə mitoxondrinin içərisinə daxil olanda, bax burada oldu enerji. Proton kanalında yarandı. Həmin enerjinin 1440-ı ADF-in özünə fosfat turşusu birləşdirməsi nəticəsində 36 mol ATF-in yaranmasına sərf oldu. Yenə də birinci mərhələdə olduğu kimi burada da istilik şəklində ayrılan enerjimiz var ki, o da 1160 kilojoule enerji istilik şəklində ayrılır. Bəs yaxşı, hidrogenlər və oksigenlərin aqibəti necə oldu? Hidrogenlər matriks mayesinin içərisində 4 hidrogen özünə 2 molekulu oksigeni birləşdirərək su və oksigen əmələ gəlmiş oldu. Və həmin oksigen də yenə də ətraf mühitə və yaxud da ki, reaksiyaya yenidən qoşulmuş oldu. Bu oldu bizim oksigenli mərhələmizin, yəni hüceyrə tənəffüsünün sxematik quruluşu. Bir də başdan təkrarlasaq, reaksiyaya baxsaq, görərik ki, hüceyrənin stoplazmasından mitoxondriya daxil olmuş 2 molekul süd turşusu suyu ilə hidrolizə uğradı, 3 molekul su ilə hidrolizə uğradı, karbon qazı və hidrogen yaratdı. Hidrogen öz elektronlarını çöldən mitoxondriya daxil olan oksigenə birləşdirdi, verdi. Oksigen mənfi yükləndi. Hidrogenlər isə müsbət yüklənib daxili membranın xaricinə çıxdılar. Sonra xaricdə hidrogen müsbət ionları, daxildə oksigen mənfi ionları, nəticədə potensiallar fərqi yarandı və ATF sintetaza proton kanalı açdı. Hidrogenlər sürətlə içəriyə daxil olmağa başladılar və onların sanki o proton kanalından itələşərək keçməsi nəticəsində enerji yarandı. Həmin enerji 2600 kilojoule enerjidir. Həmin enerjinin 1440-ı matriks mayesinin içərisində olan 36 mol ATF-i 36 mol fosfat turşusuna birləşdirməsinə səbəb oldu. Nəticədə 36 mol ATF yaranmış oldu. Sonra isə daxil olan hidrogenlər matriks mayesinə oksigenlə birləşdi, su və oksigen qazı əmələ gəlmiş oldu. Bu da oksigenli prosesin reaksiyasıdır. 42 molekul su əmələ gəldi, 6 molekul da karbon qazı əmələ gəldi. Bir də onu qeyd eləyək ki, bu 2600 kilojoule enerji birdən-birə əmələ gəlmir. Mərhələli şəkildə əmələ gəlir. Niyə? Çünki birdən-birə 2600 kilojoule enerji əmələ gəlsə, hüceyrə məhvinə gətirib çıxarda bilər. Yenə də burada fotosintezi yadımıza salsaq, fotosintezdə biz
Kalvin siklində 5 karbonlu karbohidratdan 6 karbonlu karbohidrata, onu təzədən 3 karbonlu karbohidrat yaranırdı. Sonra buradan 6 karbonlu karbohidrat atayıb buradan enerjisini verirdi. Sonra glukoza yaradırdı. İndi isə bu gördüyümüz, danışdığımız mitoxondriyada gedən, stoplazmada gedən energetik mübadiləsə bunun sanki tərsinə siklidir. Yəni indi biz burada qlukozanın içərisində yığılmış həmin enerjini çölə çıxartmağa çalışırıq və bu sikl adlanır Krebs sikli. Yəni gördüyümüz kimi qlukozanın sonda karbon qazına qədər, suya qədər parçalanması və onun içərisində gizlənmiş enerjinin, ATF enerjisinin kimyəvi rabitələr enerjisi şəklinə çevrilməsinə Krebs sikli deyirlər. Krebs sikli adlanır. Kalvin sikli fotosintezdə gedən sikli idi. Krebs sikli isə mitoxondriyada, daha doğrusu energetik mübadilədə gedən siklimizin adıdır. Oksigenli mərhələ ilə oksigensiz mərhələnin yekun tənliyini isə yazsaq, C6H12O6 1 molekul glukoza, üstəlik 6 molekul oksigen, üstəlik 38 molekul ATF, 38 mol fosfat turşusu, əmələ gəlir 6 molekula karbon qazı, 38 molekul ATF, 44 molekul su və 2800 kilojoule enerji. Yəni bu birinci reaksiyanın, burada göstərilib, birinci reaksiyanın, ikinci reaksiyanın toplam forması bu cür olur. Və burada 2800 kilojoule enerjinin toplam 1520'si ATF enerjisidir. Hər iki reaksiyanın cəmidir bu ha. 1280'i isə istilik şəklində ayrılan enerjimizdir. Və beləliklə hüceyrə glukozadan oksigenli oksigensiz mərhələdə, yəni 3 mərhələni keçərək özünün lazım olan ATF enerjisini sintez etdi. Və hər bir hüceyrə özünün ATF enerjisini sintez edir və bir hüceyrədən digərinə ATF enerjisi keçmir. Yəni hər bir hüceyrə öz ATF enerjisini özü sintez etmiş olur. Verilənlərə bir də bu şəkil üzərindən baxsaq görərik ki, günəş şüası düşdü, glukoza, yəni nişasta yaratdı. Birinci hazırlıq mərhələsidir ki, həzm sistemində getdi. Qida qəbul olunan qida nişasta glukozaya parçalandı, sadə karbohidratlara. İkinci mərhələ stoplazmada getdi, glukoza oksigensiz mərhələdə parçalandı süd turşusuna. Üçüncü mərhələ isə mitoxondriyada getdi, süd turşusu oksigen iştirakı ilə parçalandı və 36 molekula ATF yarandı. Və hər iki mərhələdə yaranan ATF hüceyrənin hansı proseslərinə, daha doğrusu canlıların hansı proseslərinə sərf olundu? Böyümə, inkişaf, maddələrin nəqli, elektrik potensialına əmələ gəlməsi, hərəkət, işıq saçma biolüminesensiyadır. Bəzi canlılarda, balıqlarda var ki, bədəndən xüsusi işıq saçılır və bu da hamısı ATF enerjisinin hesabına baş verir. Bir də burada biolüminesensiyanın da tərifi burada verilib. Canlı orqanizmlərin özlərindən işıq saçması. Sonda onu da qeyd edim ki, fotosintez zamanı da ATF əmələ gəldi. Həmin əmələ gələn ATF hüceyrənin, yəni xloroplastın özü üçün sərf olundu. Amma mitoxondriyada əmələ gələn ATF isə bütün həyati proseslərin həyata keçirilməsində sərf olundu. Yəni bütün həyati prosesləri həyata keçirməkdən ötürü mütləq ki, bizə stoplazmada və mitoxondriyada glukozanın parçalanmasına yaranan ATF lazımdır.